Salamlar əziz şagirdlər. Bu günləri 2022-ci il və 2024-cü il üzrə Beynəlxalq Olimpiadalar Mərkəzinə seçmə imtahanının aşağı yaş qrupu üzrə ikinci turunun suallarını izah edəcəm. Sabah imtahan olduğu üçün, yəni sabahlarda 2025-in ikinci tur imtahanı olacağından bunun faydalı bir video olacağını, həm bu il üçün, həm gələcək illər üçün faydalı bir video olacağını düşünürəm. Hər bir testdə 8 sual verilib, hər il 3 saat vaxt verilir. Bu 2022-ci il versiyasıdır. Bu 2024-cü il versiyasıdır. Hətta 2019-da özüm də iştirak edəndə 3 saat vaxt verilmişdi. Tərçən ki, o vaxtları sual sayı çox idi. Gəlin vaxt itirmədən bu sualların izahları ilə başlayaq. İlk olaraq ilk 4 sualını izah edəcəm. Sonra digər 3 sualını, son sual isə biraz daha fərqli olduğundan çətinlik olaraq onu izah edəcəm. Tənliyi həll edin. Belə tip məsələlərdə çox zaman tənlikliyin həllərindən biri çox rahatlıqla tapıla bilir. İntuitiv olaraq yanaşsaq, mənim yoxladığım həllər nədir? X, 0, 1, 2, mənfi 1, mənfi 2. Niyə tənliyin həllərindən birini tapmaq bizə kömək edir? İndi görəcəyik. Əgər bu ədədləri yoxlasanız, yəni və yaxud da biraz daha da artırıb yoxlaya bilərsiniz, görəsiniz ki, həllərdən biri şərti ödəyir. X mənfi bir şərti ödəyir. Niyə? Bu olacaq mənfi 2, bu olacaq mənfi 3, bu olacaq üstəgəl 4, bu olacaq üstəgəl 1. Bəli, bu da şərti ödəyir. Bizim bir qaydamız var, çox hədlərlə bağlı. Əgər bir px çox hədlisinin köklərindən biri məsələn r-dirsə, köklərdən biri r-dirsə, biz bu çox hədlinin vuruqlarından birinin x çıxılsın r olduğunu bilirik. X çıxılsın r vur qx. Və yaxud da başqa bir deyişlə nə deyə bilərik? Əgər köklərdən biri r-dirsə, orijinal çoxhədli x çıx r-ə tam bölünməlidir. Niyə bu şərti ödəyir? Çünki x-in yerinə r qoyanda bu ifadə sıfırlanır və çoxhədlinin həlli olur. Onda biz burada nəticəyə gəlirik ki, gəl bu yerində qalsın, qx. Onda biz buradan nə nəticəyə gəlirik? Bu çox hədlinin həllərindən biri, yəni r bərabərdir mənfi 1 olduğundan biz burada deyə bilərik ki, bizim orijinal çox hədli x üstəgəl 1-ə tam bölünməlidir. Tamam. Əgər x üstəgəl 1-ə tam bölsək, burada ikinci dərəcəli bir çox hədli yaranacaq. Onun həllərini, köklərini tapmaq çox daha rahatdır. Gəlin istəyirsiniz bunu çox hədli şəklində, çox hədlinin çox hədliyə bölünməsi şəklində bölək. Yəni polinom bölməsi deyək. Biz buna polinom bölməsi deyirik. Düşlərdən gəlir bu termin. Elə budaqlı bölmədir. Bizim bildiyimiz budaqlı bölmə iləndir. Sizə metodu göstərəcəm sadəcə. X üstəgəl 1. Tamam. Gəlin burada da bir ayrac qoyaq. Qaçışmasın. Deməli, baxırıq. X-dan 2x kubunun içində neçə dənə var? Yəni x-i nəyə vuranda 2x kub alınır? 2x kvadratına. Deməli, vuruqlardan biri 2x kvadratdır. Yazıram, çıxılsın. 2x kvadratı bu ifadəyə vuranda alınır 2x kub üstəgəl 2x kvadrat. Aha. Alt-alta çıxıram. Deməli, bu ifadədən bunu çıxanda 2x kublar gedir. Mənfi 3x kvadratdan 2x kvadrat çıxanda mənfi 5x kvadrat qalır. Buradakı mənfi 4x də yanına gətirirəm və prosesi təkrarlayıram. Mənfi 5x kvadratın içində neçə dənə x var? Mənfi 5x dəfə. Mənfi 5x-i bu ifadəyə vuranda neçə alınır? Çıxılsın, mənfi 5x kvadrat. Mənfi 5x-i vururam müsbət 1-ə, alınır mənfi 5x. Alt-alta çıxıram. Mənfi 5x kvadratlar gedir. Mənfi 4x kvadratdan mənfi-mənfini müsbət eləyəcəyi üçün mənfi 4x-in üstünə 5x gəlirəm, alınır x plus 1. Və x plus 1-in içində də x plus 1-dən bir dənə var. Onu da istəyirsiniz yaza bilərik. O deyəcək plus 1. Gözəl. Deməli, bizim çox hədlimiz 2 yerə ayrılır. Birinci isə x plus 1-dən ibarətdir. İkinci isə 2x kvadrat üstəgəl 5x üstəgəl 1-dən ibarətdir. Gəlin buranı silək və qeyd edək. Çünki artıq bizim burada heç bir işimiz yoxdur. Onda biz bu çox hədlini bir daha artıraq. Bir dəqiqə. Deməli, bu çox hədlini bir daha artıraq. Deməli, bizim orijinal çox hədli bərabər imiş nəyə? X plus 1 vurulsun
2x kvadrat çıxılsın 5x plus 1'ə. Köklərimizdən biri dedik -1'dir. İkinci köklər 2 və 3-cü kökləri tapmaq üçün bu ifadənin elə bildiyimiz diskriminant üsulu ilə köklərini tapa bilərik. x1, x2 nəyə bərabərdir? Diskriminant üsuluna görə. Məxrəcə yazırıq -2a. A-mız 2-dir deyə, daha sonra 2a yazılmalıdır. A-mız 2-dir deyə burada 4 alınacaq. -b olacaq 5. Hər iki kökü də tapmaq üçün plus minus kök altda diskriminantı tapmalıyıq. Amma diskriminantı gəlin şifahi hesablayaq. -5'in kvadratı 25. 25 çıxılsın 2 vur, 4 vur. 4 vur, 2 vur, 1. Alınır nə? 25 çıxılsın 8. Yəni kök altda 17. Deməli, digər iki kökümüz nədən ibarətdir? 5 üstə gəlinsin və çıxılsın. Kök altda 17 bölünsün 4. Bu tənliyin kökləri bundan ibarətdir. Gəlin digər suala keçək. Bütün mümkün en natural ədədlərini tapın ki, 3n çıxılsın 4, 4n çıxılsın 5, 5n çıxılsın 3 ədədlərinin hər biri sadə olsun. Çox məşhur sadə suallardan biridir. Mustafa Özdəmir'in ilk kitabında bu sual ilk örnək kimi istifadə olunubdur. Texnika nədir? Əgər bunlar sadə ədədlərdirsə, hər biri P1, P2, P3. Bunlar hər biri sadə ədədlərdirsə, gəlin bunları toplayaq. 3n, 4n, 5n toplayanda, yəni bunların üçün toplayıram. 3n, 4n, 5n toplayıram, alınır 12n. Çıx 4, çıx 5, çıx 3'ü hesablayıram, alınır, çıxılsın 12. İndi maraqlı bir söhbət var burada. Əgər bu 3 sadə ədədin 3'ü də tək olsaydı, tək, tək və tək. 3 tək ədədin cəmi nəyə bərabərdir? Başqa bir tək ədədə. Amma biz 3 tək ədədin cəmin tapdıq ki, cütdür. Deməli, burada bir problem var. O problem də nədir? Bu ədədlərdən bir dənəsi məcburdur ki, cüt olsun. Çünki cüt üstə gəlinsin tək, tək. Necə ədəddir? Cüt ədəddir. Deməli, bizim ədədlərimizin cəmi cüt olduğundan tapdıq ki, ədədlərdən biri cütdür. Gəlin görək hansı variant doğrudur. Cütdürsə və sadə ədəddirsə, onda bunlardan biri 2'yə bərabərdir. Əgər 3n çıxılsın 4, 2 olsaydı, biz buradan tapacaqdıq n bərabərdir 2. Gəlin bunu hallar kimi yazaq. Birinci hal, 3n çıxılsın 4, 2'yə bərabərdir. Buradan tapırıq ki, n 2'dir. İndi n 2 olanda, bu demək deyil ki, məsələ həll olubdur. n 2 olanda görək, bu 2 ədəd də sadə ədəddirmi? İkinci ədədimiz olacaq. 2 vur 4 çıx 5. 2 vurulsun 4 çıxılsın 5. Bərabərdir 3'ə. Bu şərti ödəyir. 5n çıxılsın 3, yəni 2 vur 5 çıxı 3. 2 vur 5 çıxılsın 3. Bərabərdir 7. Bu da sadəlik şərtini ödəyir. Deməli, məsələnin həllərindən biri n2 alıdır. İkinci varianta baxaq. Gəlin buradan yazaq. Bu hissə xoşuma gəldi nədənsə. İkinci variant odur ki, ikinci ədəd 2 olsun. 4n çıxılsın 5. 2 olsun. Amma bu məsələnin həlli, natural həlli yoxdur. Bizdən natural ədəd həlli istədiyi üçün 4n bərabərdir 7'nin natural həlli yoxdur. Üçüncü variant nədir? Üçüncü variant 5n çıxılsın 3 bərabərdir nəyə? 5n çıxılsın 3 bərabərdir 2'yə. Buradan tapılır n bərabərdir 1. N'i yerinə qaytarıb qoyanda isə 3n çıxılsın 4. 3n çıxılsın 4 bərabərdir -1 olur. Və bu da şərti ödəmir. Deməli, bu halda da şərti ödəyən həllimiz yoxdur. Məsələnin yeganə həlli n bərabərdir 2 halıdır. Növbəti suala keçirik. N'in hansı qiymətlərində 2n kub üstə gəlib 5n kvadrat çıxılsın 3n plus 8 ifadəsinin qiyməti tam ədəd olar. Bayaqlar sizə göstərdiyim çox ədədin çox ədəyə bölünməsi qaydasını istifadə edib alınan qalığı yuxarıda saxlaya bilərik. Yəni, bu ifadəni n-1'ə bölərik. Hansısa bir cavab alınacaq və əlavə bir dənə qalığımız qalacaq, böyük ehtimal tam ədəd. Həmin tam ədəd, indi görəcəksiniz, həmin tam ədədin n-1'ə bölünməsinin tam olması üçün mümkün olan variantlara baxacağıq. Gəlin bunu sözlə yox, yazmaqla ifadə edək. 2n kub, gəlin bu səfər qələmlə yazacağım. 2n kub üstə gəl 5n kvadrat çıxılsın 3n üstə gəl 8. Ümid edirəm xəttimə görə məni qınamazsınız. Oxuna bilir məncə.
Bir dənə n ilə bağlı bir problem var ki, n-i hər zaman 4 kimi yazıram. Amma əslində n-dir. 2n kubun içində necə dənə n var? Bayaqki qayda ilə 2n kvadrat qədər. 2n kvadratı bu ifadəyə vururam, alınır 2n kub. 2n kvadratı vururam mənfi 1-ə, alınır 2n kvadrat. Və alt-alta çıxıram. 2n kublar gedir, 5n kvadratdan mənfi vur mənfi müsbət olduğu üçün 5n kvadratın üstünə 2n kvadrat gəlirəm, 7n kvadrat alınır. 7n kvadratın yanına 3n yazıram. 7n kvadratın içində neçə dənə n var? Sual verirəm. 7n dənə. Bunu hardan bilirəm? 7n'i n-ə vuranda 7n kvadrat alınır. Sonra 7n'i vururam bu ifadəyə və bundan çıxıram. 7n kvadrat, 7n'i mənfi 1-ə vururam, mənfi 7n. Alt-alta çıxdım. N kvadratlar getdi. Mənfi 3n'in üstünə müsbət 7n gəlirəm. Çünki mənfi ilə mənfi müsbət olur. Burada alınır 4n. 4n üstü gəl 8. Son dəfə 4n içində neçə dənə n var? 4 dənə. 4-ə vururam və çıxıram. 4n çıxılsın 4. Nəticə nə qalacaq? 4n'lər gedir. 8-in üstünə 4 gələndə 12 qalacaq. Tamam. Deməli, bu çox hədli. n-1-ə bölünəndə bu cavab alındı və qalıqda 12 qaldı. Bu nə deməkdir? Yəni, mən bu ifadəni n-1-ə bölsəm, əslində bu ifadə nəyə bərabərdir? Bu ifadə bərabərdir 2n kvadrat, üstə gəl 7n, üstə gəl 4 və üstə gəlinsin. Bizim qalığımız qaldı deyə, n-1-ə tam bölünmədiyi üçün o əlavə bir kəsr kimi qalacaq. Qalığımız 12 idi, 12 bölünsün n-1 kimi qalacaq. İndi sualımızı bir daha oxuyuruq. N-in hansı tam qiymətlərində bu ifadədə tam qiymət olar? Yəni, əslində baxanda bu ifadə z-ə daxildir. Daxildir z, yəni tam ədəddir. Amma biz bilirik ki, n tam ədəddir, onda bu ifadənin özü zaten tam bir ədəddir. Yəni, bu ifadəsində z-ə daxildir. Bizə maraqlandıran söhbət 12 bölünsün n-1 nə zaman tam olar? 12 bölünsün n-1 tam ədəd olması nə deməkdir? n-1 12-nin böləni olmalıdır. Deməli, n-1 tam bölməlidir nəyi? 12-ni. n-1 12-ni tam bölürsə, bu bütün variantlara rahatlıqla baxa bilərik ki, n-1 12-nin böləni olmalıdır. Onda n-1 nəyə daxildir? n-1 12-nin tam bölənləri olmalıdır. Hansı ədədlərdir? 1, 2, 3, 4, 6, 12. Həmçinin mənfilər, mənfi 1, mənfi 2. Bunu unutmamaq lazımdır. Yadda qalsın ki, hər zaman sualda tam mı, natural mı soruşulur, ona baxmaq lazımdır. Mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6 və mənfi 12. Bizdən n-in hansı qiymətlərində istədiyi üçün bu n-1-in qiymətləridir. Bunların hər birinin üstünə bir dənə 1 əlavə edəndə siz n-in qiymətlərini rahatlıqla tapa bilərsiniz. Amma vaxtımız getməsin deyə mən artıq bu hissəsini göstərmirəm. Amma yəni aydındır ki, bu n-1-in qiymətləridirsə, hər birinin üstünə 1 gələndə n-in qiymətləri tapılmış olacaq. Keçirik növbəti suala. P və Q sadə ədədlərdir. Hər bir tənliyi ayrı-ayrı həll edin. Əgər keçən videonu izləmişdinizsə, sizə bir qaydadan danışmışdım. İndi onu yenə qeyd edəcəm. Gəlin burada bu ifadəni düzəldək. 2q kvadrat üstü gəl 1. Gəlin buna bir lemma kimi də deyə bilərik və yaxud da elə bir öz qaydamız kimi də deyə bilərik. Kiçik bir qayda kimi. Əgər Q 3-dən böyükdürsə, biz demişdik ki, Q kvadrat bərabər 1 mod 3. 1 mod 3. Aha. Q-nun 3 olduğu hala baxmayaq. Gəlin hələ araşdıraq görək Q 3-dən böyük olanda hansı həllər var. Əgər Q 3-dən böyükdürsə və Q kvadrat 1-ə 1 mod 3-dürsə, bu ifadə nəyə bərabərdir? 2Q kvadrat 2 verəcək. Plus 1 də olacaq plus 1. Bu ifadə 0 mod 3 verir. Bu nə deməkdir? Bu o deməkdir ki, Q 3-dən böyük olanda sağ tərəf hər zaman 3-ə bölünür. Sağ tərəf 3-ə bölünürsə və sol tərəfdəki ədəd sadə ədəddirsə, bunun bir dənə variantı var. Buradan çıxan nəticə odur ki, P bərabərdir 3 olmalıdır. P bərabərdir 3 olanda nə baş verir? Bura alınacaq 9. Deməli 9 bərabərdir 2Q kvadrat
Üstə gəl 1. Buradan tapılır q neçəyə bərabərdir? Q bərabərdir 2-yə. Amma bu doğru deyil. Biz Q-nun 3-dən böyük olduğu halda dedik ki, bu şərt ödənsin. Amma yenə də çox maraqlıdır ki, bu şərt hələ də ödənir. Yəni əslində Q-nun 2 olduğu variantda da əslində baxanda Q üçün bir problem yoxdur. Q fərqlidir 3 olanda. Əslində bu qaydanı biz səhv qeyd eləmişik. Gəlin qaydanı bir daha qeyd edək. Niyə? İndi izah edəcəm. Q 3-dən fərqli olanda həmişə Q kvadrat 1 mod 3-dür. Niyə? Çünki Q 3 olanda 0 verir. Qalan bütün hallarda bir ədədin kvadratı 3-ə bölünəndə ya 0 qalıq verməlidir, ya 1. 0 qalıq verdiyi halı, yəni bu halı qıraqda saxlasaq, Q kvadrat 1 mod 3 verir. Yəni Q 2 olanda da 3-dən böyük olmaq zorunda deyil. Buradan tapdıq ki, Q kvadrat 1 mod 3 verəndə P3 tapılır. P3'ü yerinə qoyanda Q2 tapılır. Deməli, həllərdən biri budur. Məncə, başqa həll də olmayacaq. Gəlin ikinci varianta da baxaq. Q-nun 3 olduğu hala. Q-nun 3 olduğu halda tapılır ki, P kvadrat bərabərdir. 2 vurulsun 9, üstə gəl 1. Bu da eləyir 19. Amma 19 heç bir sadə ədədin kvadratı olmadığından biz burada həll tapmırıq. Bu birinci tənliyin həllidir. İkinci tənliyin həllinə baxaq. Tamam. Bu vuruqlarını ayırmayındandır. Biz görürük ki, bu tam kvadratdır, bu tam kvadratdır. Bunları vuruqlarına ayıra bilərik. P vurulsun çıxılsın 2Q, kvadratların fərqi düsturu ilə. P üstü gəlinsin 2Q, bərabərdir 1. 2 ədədin hasili 1-dirsə, biz buradan nə nəticəyə çıxırıq? Ədədlərin hər ikisi də 1 olmalıdır. Əgər bu mənfi 1 olsa, bu mənfi 1 ola bilməz, çünki bu ifadə müsbətdir, ikisi də sadə ədəddir. Onda bunların hər ikisi də 1 olmalıdır. Amma bunların hər ikisi 1 ola bilərmi? Xeyr. Əgər bunların hər ikisi 1 olsa, bu ifadələr bir-birinə bərabərdir deməkdir. Əgər bu ifadələr bir-birinə bərabərdirsə, P-lər gedir, mənfi 2Q bərabər 2Q tapılır. Bu da doğru deyil. Yəni Q'nun 0 olması halında doğrudur. Amma Q 0 olması sadə ədəd olmadığından bu tənliyin həlli yoxdur. Bu tənliyin həlli P3 Q2 çıxdı. Bu tənliyin həlli isə yoxdur. Keçirik digər suala. X, Y natural ədədlərdir. Tənliyi həll edin. Yenə də biz burada avtomatik nə görürük? Burada bir tam kvadratımız var. Əgər fikir versəniz, 4-ün özü tam kvadrat olduğundan mən bu ifadəni 2 üstü 2x kimi yaza bilərəm. Və yaxud da daha rahat olsun deyə 2 üstü x-in kvadratı kimi yaza bilərəm. Çünki 2 üstü x-in kvadratı 2 üstü 2x-dir, o da 4 üstü x-ə bərabərdir. Gəlin bunu belə yaza bilirik. 65 qalsın burada. Biz bu ifadəni keçirək sağ tərəfə. Yəni mən bunu silirəm. Bu ifadəni atıram sağ tərəfə, alınır nə? Y kvadrat çıxılsın 2 üstü x-in kvadratı bərabərdir 65. Onda mən vuruqların kvadratların fərqli üstünü tətbiq eləyə bilərəm. Y çıxılsın 2 üstü x, y üstü gəlinsin 2 üstü x bərabərdir 65-ə. Bir daha qeyd edirəm. X, Y natural ədədlər olduğu üçün bu ifadə natural ədəddir. Deməli, bu ifadənin natural olduğu hallara baxmalıyıq. Həmçinin də bu ifadə bundan kiçikdir də. Natural ədədlər olduğu üçün aydındır ki, bu ifadə bundan kiçikdir. Onda 65-in vuruqlarına baxırıq. Bu 1-dir, bu 65 ola bilər. İkinci vuruq nədir? 65-in vuruqları nədir ümumiyyətcə? 5 və 13. Birinci vuruq 5 ola bilər, ikinci vuruq 13 ola bilər. Всё. Bu hallara baxmaq kifayətdir. Niyə? Çünki birinci ədəd digər halda 13 olur. Amma bu 13 olanda bu 5 olduğundan sol ifadə sağdan böyük olur. Və sol ifadə sağdan böyük ola bilməz natural ədədlər çoxluğunda. İndi y çıxır ki 1-dir. Y plus 2 üstü x 65-dir. 2 üstü x demək istədim. Onda bu iki ədədi toplayıram. Yəni birinci hal nədir? Y çıxılsın 2 üstü x-dan y plus 2 üstü x toplayanda nə alınır? 2y. Və biz onların qiymətini 1 və 65 olaraq təyin eləmişdik. Onların cəmi bərabərdir 65 6-ya. Buradan tapılır y bərabərdir 33. İndi gəlin yoxlayaq. Görək bu y 33-ə görə x tapa bilirikmi? 33 çıxılsın 2 üstü x bərabərdir 1-ə. Deməli 2 üstü x nədir?
32-yə bərabərdir. Buradan tapılır x5-dir. Həqiqətən də x5 şərti ödəyir. Niyə? Çünki burada cavab 65 idi. X-in yerinə 5 qoyanda 32, 32 ilə də 33-ün cəmi 65 şərti ödəyir. Deməli, tənliyin həllərindən biri budur. İkinci variant nədir? 5 ilə 13. Yenə eyni məntiqlə birinci ilə ikincini toplayıram. Yəni, bununla bunu toplayıram. 2y-yə bərabər edirəm. 2y bərabərdir. 5 üstə gələ 13, 18. Buradan tapılır ki, y bərabərdir 9-a. Gəlin yerini qoyub yoxlayaq. Deməli, 9 çıxılsın 2 üstü x 5-ə bərabərdir. 9 çıxılsın 2 üstü x 5-ə bərabərdir. Buradan tapılır ki, x bərabərdir 2-yə. Həqiqətən də x2 şərti ödəyirmi? Ödəyir. X-in yeni 2 qoyanda burada 4 alınır. Y 9 olduğu üçün 9 üstə gəl 4, 13. 9 çıxılsın 4, 5-dir. 5 vur 13 də 65 şərt ödəyir. Hər zaman yadımızda qalsın ki, 2 qat yoxlayaq. Birdən kök taparıq, amma bu bir kənar kök olar. Gözümüzdən nəsə qaçmış olar. Ona görə yerinə qoyub yoxlamaq vacibdir. Deməli, bu tənliyin həlləri bu 2 həldir. Y 33, x5, y9, x2. Növbəti suala keçirik. Axır ki, bir həndəsə sualı bizə verilibdir. ABC üçbucağında AD 4-dür ümumisi, DB 12-dir, CY 3-dür, EB 21-dir. Əslində, AUPS-dan da sualları götürə bilərdim. Prosto yeganə bu suala görə, AUPS-da yəni bu sual çox da yaxşı şəkildə qoyulmamışdı. Şəkil bu formada verilməmişdi. Mən bu sualı orijinal tapıb, yəni orijinal vərəqi tapıb, onun üzərində sizə həllini göstərəcəm. Deməli, verilənləri üzərində qeyd eləmişəm. Bizdən bu xətlə bu xəttin bir-birinə olan nisbətini istəyir. Amma mən ona fokuslanmazdan qabaq istəyirəm ki, bu bizə verilən ədədlər nə mənaya gəlir? Ondan bir nəticə çıxardım. Plus CM-in MD-yə bərabər olmağı nə mənaya gəlir? Ondan nəticə çıxardaq. Çox zaman həndəsədə əgər yaxşı baxsanız, kifayət qədər baxsanız və çox praktikanız varsa, çox zaman sualı bir dənə xətt çəkməklə həll etmək mümkündür. Və mən bu xətti hardan çəkəcəm? Çox zaman bir xəttin orta nöqtəsi veriləndə və belə bir xətt veriləndə həmin orta nöqtəyə bağlı. Bu bizə xatırlatmalıdır nəyi? Orta xətti. Yəni, mən çox bu taktikanın istifadə olunduğunu görmüşəm. Orta xətti yadımıza salmalıyıq. Və orta xətt haqqında nə bilirik? Bir üçbucağın orta xətti oturacağa paraleldir. Düzdür? Bu məntiqlə mən geridən gedirəm və bir orta xətt yaradıram. Deməli, belə bir xətt çəkirəm. Bura bir dənə A, B, C, D, Y, F yoxdur da, düzdürmü? Bura bir F deyirəm. Və F-də paraleldir. Gəlin altında yazaq, çox uzağa getməyək. F-də paraleldir. GM götürək. Belə bir F nöqtəsi götürək. Niyə? Çünki mən orta xəttin belə bir xassələrini istifadə etmək istəyirəm. Orta xətt olsaydı bu YM, onda gərək F-dəyə paralel olsun. Əgər indi bu orta xətt olduğu aşkardır. Çünki bu orta nöqtədir. YM F-dəyə paraleldir. Onda mən nə deyə bilərəm? Bu üçbucağın bu nöqtəsi bunun orta nöqtəsidir, yəni CD-nin. Orta xətt olmasının səbəbi odur ki, yan tərəflərin ortasını götürürük. Burada 3 olduğu üçün bu da, yəni CY də YF-ə bərabər olmalıdır. YF 3 olmalıdır. Əgər YF 3-dürsə, burada maraqlı bir şey ortaya çıxır. 21-in 3-ü o tərəfə düşür. Bu tərəfə qalır 18. Aha. Və biz bilirik ki, F-də paraleldir YM. İndi yaxşı fikir versəniz, üçbucaqda nə baş veribdir? Görün. Üçbucaqda bir F-də xətti çəkib, bu bir tərəfi 18-in 6 nisbətdə bölüb, bura 6-dır. Bir tərəfi də 12-nin 4 nisbətdə bölübdür. Bu bizə nə isə xatırlatmalıdır. Bu 12-nin 4-ə, 18-in 6-ya nisbəti eynidir, düzdür? Bu bizə hardasa oxşarlığı xatırlatmalıdır, amma hələ əmin deyilik. Bizim şübhələndiyimiz oxşarlıq nədir? BFD-nin BAC-yə olan oxşarlığıdır. Necə? Gəlin isbat edək. Hər ikisində, yəni oxşarlığın tərsdən gedəcəyik. Hər ikisində B bucağı var. Yəni BFD üçbucağında da B bucağı var. ABC üçbucağında da B bucağı var. Deməli, ən az bir bucaq bunlarda bərabərdir. Gözəl. Biz bu arada FD-nin AC-yə paralel olub olmadığını bilmirik. Biz sadəcə YM-i bilirik. İndi mən nisbətlərdən gedəcəm. Əgər bunlar oxşar olsaydı nə baş verməli idi? BF-in BC-yə nisbəti, yəni balaca üçbucaqdakı BF-in böyük üçbucaqdakı BC-yə nisbəti
BF-in BC-yə nisbəti bərabər olmalıydı nəyə? BD-nin BA-ya nisbətinə. BA-ya nisbətinə. BF-in BC-yə nisbəti. BF 18-dir, BC 24-dür. Görən 18-in 24-ə nisbəti həqiqətən də 12-nin 16-ya nisbətinə bərabərdirmi? Bəli, bərabərdir. Çünki bu iki kəsirin ikisi də nəyə bərabərdir? 3 bölünsün 4-ə. Biz buradan nə nəticəyə gəlirik? Bu iki üçbucaq oxşardır. Yəni biz tərsdən oxşarlıq qaydasını getdik. Tapdıq ki, BFD oxşardır BAC. Əslində bu oxşarlıq qaydası isə paralellikdən gəlir. Əgər tərsdən getsəniz, yəni bu paralelliyin tərsdən isbatı olmuş oldu. BFD-nin BA, yəni FD ilə AC paralel olsaydı, bu nisbət ödənəcəkdi. Və bunun tərsi də doğrudur. Bu nisbət ödəndiyi üçün, hər ikisində B bucağı olduğu üçün biz deyirik ki, bu FD ilə də əslində AC paraleldir. Onda əslində FD YM-ə və AC-yə paraleldir. Çünki paralel olanda ancaq bu oxşarlıq yaranır. Başqa cür yarana bilməz. Onda nə tapdıq? Bunların hər üçü də bir-birinə paraleldir. Aha, indi fikir verin ADC üçbucağına. Biz gəldik AL-in qaydasına. Baxın, biz dedik ki, YM paraleldir nəyə? AC-yə. Birinci YM paralel idi FD-yə. Tapdıq ki, FD paraleldir AC-yə. Onda YM, həmçinin də ML, paralel oldu AC-yə. Fikir verin, həmçinin də DCA üçbucağında elə bir M DC-nin orta nöqtəsidir və ML xətti AC-yə paraleldir. Bu bizə nəyi xatırladır? Orta xətti. Ancaq orta xətt üçbucağın bir tərəfinin orta nöqtəsindən çəkilir və oturacağa paralel olur. Deməli, digər tərəfin də orta nöqtəsindən keçib ki, bu paraleldir və orta xəttdir. Bunun cəmsi 4-dürsə, bura 2 və 2 düşür. Deməli, AL ilə də LD bərabərdir 1-ə. Bunların nisbəti bir-birinə bərabərdir. Keçirik növbəti suala. N öncədən təyin olunmuş natural ədədlərdir. Ədədlərdir, yox, ədəddir. Bir dənə. Əkobları verib ki, AB-nin, BC-nin, CA-nın 2 üstü N-ə bərabərdir. Bu şərti ödəyən ABC cüzüklərinin sayını tapın. Uşaqlar, birincisi rahatlıqla görə bilərik ki, hər bir ədəd 2-nin qüvvəti olmalıdır. Çünki əgər bunun içində başqa bir sadə ədəd varsa, əkob heç cürə 2 üstü N ola bilməz. Məsələn, A-nın içində 3 varsa, gərək əkobun içində də 3 olsun. Bu doğru deyil. Gəlin, ABC-yə onların 2-nin qüvvəti şəkli olan variantını göstərək. Yəni, A olsun 2 üstü X, B olsun 2 üstü Y, C olsun 2 üstü Z. X, Y, Z mənfi olmayan ədədlərdir. Yəni, 0-da ola bilərlər. 0 olsa cavab 1 olur. Və 1 ilə 2 üstü nəyinsə qüvvəti 2 üstü N ola bilər hələ də. İndi, ümumiliyi pozmadan və yaxud da without loss of generality deyirik. Ümumiliyi pozmadan gəlin bunları sıraya düzək. Yəni, X böyük bərabərdir Y, böyük bərabərdir Z olsun. Çünki bunlar hamısı bir-birinə simmetrikdir. Mütləqdir ki, bir dənəsi böyük olmalıdır, bir dənəsi ortancıl olmalıdır, bir dənəsi isə ən kiçik olmalıdır. Bizdən soruşur ki, bu şərti ödəyən ABC üçüklərinin sayını tapın və N-dən asılı olsun. Yəni, N bir dənə fix ədəd verib, məsələn, N2 verəndə ABC üçüklərinin sayı neçədir? Onu tapın. 3 olanda neçədir? Onu tapın. Və biz bu cavabı hər dəfə N-in müxtəlif qiymətləri üçün tapmamalıyıq. Biz elə cavabı promoy N-dən asılı verməliyik. Amma elə cavabı görəsiniz ki, nə qədər sadədir. İndi X, Y, Z bir-birindən böyük bərabər olduğunda nə baş verir? Əkob A ilə B-yə baxaq. 2 üstü X ilə 2 üstü Y-nin əkobu nəyə bərabərdir? Təbii ki, 2 üstü X böyük bərabərdir 2 üstü Y olduğundan böyük olan ədəd əkob olacaq. Bu bərabərdir 2 üstü X-ə. Gözəl. Amma 2 üstü X 2 üstü N-ə bərabər olduğundan buradan tapılır ki, X bərabərdir N. Tamam, bu birinci qayda. Deməli, ən böyük ədədin qüvvəti N-ə bərabər olmalıdır. Həmçinin əkob BC-yə baxaq. 2 üstü Y və 2 üstü Z-in əkobu nəyə bərabərdir? Burada böyük olan 2 üstü Y-dir. Deməli, əkob bərabərdir 2 üstü Y-yə.
Yəni biz balaca olan ən çox kimi götürə bilmərik təbii ki. Böyük olanı götürürük. 2 üstü y də 2 üstü n-ə bərabər olduğundan buradan tapılır. Y də bərabərdir n-ə. Aha. Deməli biz nə nəticəyə çıxdıq? Əgər bir n ədədi veriləndə ən böyük qüvvətlə ən böyük ikinci qüvvət, yəni ən böyük ədədlə ən böyük ikinci ədəd bir-birlərinə bərabərdir. O da 2 üstü n-ə. Gəlin əkop CA-dan nə çıxır? Ona da baxaq. 2 üstü x və 2 üstü z. Bunun əkobu da bərabərdir 2 üstü x-a. Amma biz bilirik ki, artıq 2 üstü x 2 üstü n-ə bərabərdir. Biz bunu aşkar eləmişdik. İndi siz fikir versəniz, biz x-i kontrol eləyəmirik. Y-ni də kontrol eləyə bilmirik. N-dən asılı olmalıdır. Amma z haqqında heç bir limit yoxdur. Yəni z-in bir nədənsə böyük olduğu, nəyəsə bərabər olduğu haqqında bir məlumat yoxdur. Yəni z ürək istəyən qiyməti ala bilər ta o zaman ki, bu şərt ödənsin. Bu şərtin ödənməyi nə deməkdir? N böyük bərabərdir z. Və z dedik ki, nədir? Sıfırdan n-ə kimi istənilən ədəd ola bilər. Aha, deməli x ilə y sabit ədədlərdir, n-ə bərabərdir. Z-in qiymətləri bizə ABC üçlüklərinin qiymətini verəcək. Yəni bizim üçlüklərimiz nədir? N, n və z formasındakı ədədlər. Z-in alabiləcəyi qiymətlər nədir? 0, 1, 2, n-ə qədər bütün qiymətləri ala bilər. Deməli, biz bu 0, 1, 2, n-i bu cüt üçlüklərin içinə yazanda bizim ümumi həllərimizin sayı neçə olacaq? N plus 1. Deməli, istənilən ədəd üçün ABC üçlüklərinin sayı, yəni bu şərti ödəyən ABC üçlüklərinin sayı n-dən o cür asılıdır ki, n plus 1-ə bərabərdir. Keçirik növbəti suala. Son sualla davam edirik. Testin ən çətin sualı bəlkə də budur, çünki bunun həlli biraz uzun çəkir. Deməli, 16 nöqtə verilib. Hər birində şagirdlər cəmsi 3360 dənə qəpik saxlayır, amma hansı şagirddə nə qədər qəpik var bilinmir. Bizə verilən məsələ odur ki, istənilən şagird öz qonşularına eyni qədər qəpik verir. 1, 2, 3, 4 dənə qonşusu var. 14 qonşusuna da eyni qədər qəpik verir. 3 qonşusu var, üçünə də eyni qədər qəpik verir. 5 qonşusu var, deməli 5-in hər birinə eyni qədər qəpik verir. Və bu prosesdən sonra, məncə məsələn şərtini oxumusunuzsa, deyir ki, heç kimin qəpik sayı dəyişilmir. Yəni gətirib, məsələn bu 4 dənə D1-dir, bunları hamısını faylayır və onların qonşuları da bu D1-ə nəsə verir. Və gəlir yenə də 4 D1 sayılı qəpiyi ortaya çıxır bu prosesdən sonra. Və bizdən soruşulan nədir? Mərkəzdə yerləşilən şagirddə neçə qəpik var? Maraqlı sualdır, amma bunun konstruksiyası biraz uzundur. Biz ədədləri tapmayacağıq. Biz onların cəmi ilə bağlı bir nəticələrə gələcəyik. Amma ondan qabaq sizə bir dənə rahatlıq üçün üsulu göstərim ki, ortadakına 5A deyirəm, 5 qonşusu var. Sonra ikinci qatdakılar 3B1, 3B2, 3B3, 3B4, 3B5. Hər birində 3B qədər qəpik var. Nəyə görə? Çünki 3 qonşusu var və hər qonşuya paylananda B1, B1, B1 düşəcək rahatlıq olsun deyə. Eyni məntiqlə ikinci qatmanda, üçüncü qatmanda 4C1, C2, C3, C4, C5-dir. 5-ci qatmanda da 4D1, D2, D3, D4, D5 qədər qəpik var. Bizim birinci hesablayacağımız proses nədir? Birinci, mən hesablayacağım görüm bu 4D1 öz qəpiklərini paylayıb belə 4D1-ə gələn qəpiklərin cəmini hesablayacağım. 4D1, yəni bu adama, bu qonşuya gələn qəpiklərin sayı kimdir? Bir dənə D5 gələcək, çünki bu 4 qonşusu var, birim verəcək buna. Baxın, buradan bir dənə D5 gələcək. Buradan D2 gələcək bir dənə. Buradan bir dənə C1 gələcək. Buradan da bir dənə C5 gələcək. Düzdür? Gəlin hesablayaq bunların cəmini. D1, D2, D5. D2, üstə gəl. D5. Üstə gəl. C1-dən bir dənə qəpik gələcək, 1 C1. 1 C5 də buradan gələcək. Üstə gəl C1, üstə gəl C5. Aha, bunların cəmi nəyə bərabər olmalıdır? Biz dedik ki, bu adamın qəpik sayı dəyişilmir. Bunun əvvəl 4D1 qəpiyi var idisə, öz qəpiklərindən hamısını paylasa 0 qəpik qalacaq. Qonşularından qəpiklər gəlsə, yəni 4 qonşusundan bu qəpiklər gələndə, əvvəlki qəpik sayı bərpa olunacaq. Onda onun qəpiklərinin sayı təzədən 4D1 olacaq.
Və mən bu prosesi digər bütün 5 qonşu üçün də təkrarlayıram. Məsələn, 5-incisini yazaq. 4D5-ə bərabər olan nədir? 4D5-ə bərabər olan. 4D5-in qonşuları nədir? D1-dir, C5-dir, C4-dir, D4-dir. Deməli, D1 üstə gəl D4 üstə gəl C5, C4. Aha. Təsəvvür edin ki, bu prosesi digər bütün 5 dənə təpə üçün də, çöldəki təpələr üçün, D-lər üçün tətbiq eləmişəm. Və mən bunları alt-alta toplayıram. İndi alt-alta toplayanda sağ tərəf asandır. Sağ tərəfdə ədədlərin cəmi olacaq. 4, D1, D2, bla bla, D5-ə qədər ədədlərin cəmi olacaq. Aha. Sol tərəfdə nə qədər olacaq? Baxın, bu D-lərin hamısı burada olacaq bir dəfə, D-lərin hamısı olacaq burada bir dəfə. Deməli, bütün D-lərin cəmi 2 dəfə istifadə olunubdur. Deməli, 2 dənə D1, D2, D5-ə qədər ədədlərin cəmi olacaq. Üstə gəlinsin, C ədədlərinin cəmi yenə 2 dəfə olacaq. Yəni, 2 dəfə C1, C2, C5. Fikir versəz, 2 D-lər buradadır, 4 dənəsi buradadır. Bu ifadəni sağ tərəfə atanda yerdə qalacaq 2 dənə C1, C2, C5-ə qədər ədədlərin cəmi bərabərdir 2 dənə D1-dən D5-ə qədər ədədlərin cəminə. Və biz buradan əslində təyin edirik ki, 2-lər islah olanda C1-lərin cəmi ilə D1-lərin cəmi bir-birinə bərabərdir. Gəlin bu cəmlərdən birinə x deyək. Və yadda saxlayaq ki, biz tapdıq ki, D qatında olan ədədlərin cəmi ilə C qatında olan ədədlərin cəmi bərabərdir. Keçək ikinci mərhələyə. İndi mənim ikinci mərhələdə eləmək istədiyim 4C-lər üçün hesablamaqdır. Gəlin hesablayaq. Məsəl üçün 4C1. 4C1 nəyə bərabərdir? Öz qonşularının cəminə. 4C1-in qonşuları D1, D2, B1, B2-dir. Deməli, D1, D2, B1, üstə gəl B2. Eyni məntiqlə, mən artıq bunu uzatmayacağım. 4C5 üçün də yazaq. 4C5-in qonşuları kimdir? Elə bir C1-dən C5-ə qədər bu prosesi təkrarlayıram. C5-in qonşuları kimdir? 4C5. 4C5-in qonşuları D1, D5, B1, C4. Yox. D1, D5, B1, B5. D1, D5, B1, B5. Və bayaqki proses kimi tərəf-tərəfə toplayıram. 4 dənə C1-dən C5-ə qədər ədədlərin cəminə 4x deyək. Çünki bayaq x ilə işarələdik. 4x. D-lər də yenə də hər biri 2 dəfə istifadə olunduğu üçün bu D-lərin cəmi də dedik ki, x-ə bərabərdir. Ona görə burada alınacaq 2x. B-lərin cəmisi olacaq 2 dənə B1, B1-dən B5-ə qədərlərin cəmi. 4x-dan 2x qalanda 2x qalır. Deməli, bu ifadənin özü də 2x olmalıdır. Deməli, biz buradan nəticə çıxardırıq ki, B-lərin cəmi də x-a bərabərdir. Əla. Deməli, ikinci mərhələ tamamlandı. Gəlin, üçüncü mərhələyə keçək. Üçüncü mərhələni burada mı yazaq? Gəlin, yer açıq yazaq. Tamam. Üçüncü mərhələ. Bu səfər B-lər üçün eyni prosesi tamamlayacağım. Üçüncü mərhələdə 1B1, 3 dənə B1 nəyə bərabərdir? Öz qonşularının cəminə. C1, C5, A. A-ya ilə A deyirəm. C1, C5, A. Sonra 3 dənə, bu belə yenə də eyni proses təkrarlanır 5-ə qədər. 3C5 bərabərdir nəyə? 3C5 bərabərdir. C5, C4, B1-ə. C5, C4, üstə gəl A. A demək istədim. Çünki 3B5-in qonşuları 5 dənə A-dır, 4C5-dir, 4C4-dür. Hərəsindən bir dənə gələcək. Və eyni məntiqlə bunları yenə toplayıram. B1-dən B5-ə qədər ədədlərin cəmi dedik x-dır. Deməli, sol tərəfdə alınacaq 3x. C1-dən C5-ə qədər ədədlərin cəmi 2 dəfə təkrarlanır və bunların cəmi yenə x olduğu üçün 2x. Üstə gəlinsin 5a. Biz buradan tapırıq ki,
x bərabərdir 5a-ya. Aha. Deməli, əslində ortadakı ədəd bərabərdir. Bu ikinci qatdakı ədədlərin cəmi, o da bərabərdir üçüncü qatdakı ədədlərin cəmi, o da bərabərdir dördüncü qatdakı ədədlərin cəminə. Gözəl. Onda mən bunları toplaya bilərəm. Deməli, bütün ədədlərin cəmi də 3360-dır. Birinci 4 dənə D1, D2, D3, D4, D5-in cəmi 4x eləyəcək dedik. Sonra 4 dənə C1, C2, C3, C4, C5-in cəmi eləyəcək yenə 4x. Sonra 3 dənə B1, B2, B3, B4, B5-in cəmi eləyəcək 3x. Ortadakı ədədin cəmi elə özü olduğu üçün o da x-a bərabərdir. Üstü gəl x yazırıq. Bərabərdir 3360. Buradan tapılır ki 12x bərabərdir 3360-a. 3360-a. X bərabər nəyə? 3360-ı 12-yə bölməmizə. 200 neçə eləyir bu? Deməli 2400 çıxırıq. Bir dəqiqə. 3360 deyəsən 280 eləyir. Bəli, 280 eləyir, səhvim yoxdursa. Aha, deməli x-in qiyməti 280-dir və məsələ bizdən soruşurdu ki, ən mərkəzdə yerləşən şagirddə neçə qəpik var? O da 5a-ya, yəni x-a bərabərdir. X-in qiyməti də 280 olur. Bu da məsələnin cavabı olur. Maraqlı məsələdir. Bu məsələdə məcbur deyilsiniz ki, hamısını yazasınız. Ən azından bu hallardan ən az birini tapıb yazmanız belə sizə yarım bal, müəyyən qədər bal vermiş olacaq. Yəni, əgər olimpiada vaxtı lazımınız olsa, bu fikri yadınızda saxlayın ki, vərəqi boş qoymayasınız, amma hər hansısa bir variantı qeyd edəsiniz. Cavabı tapmasınız belə. Bunların məsələn hər biri müəyyən qədər bal verə bilərlər. Keçək digər kitabçamıza. 2024, yəni son ilin olimpiada kitabçası budur. Gəlin sualları yenə 4-4, 4-3, 2-1 şəklində cavablandıraq. Y həqiqi ədədi üçün y kvadrat çıx y bərabərdir 5 ödənirsə, bu ifadənin qiyməti nəyə bərabərdir? Mən burada 5-i gördüm. 25-in yerinə elə bu ifadənin kvadratını yazıram. Elə bunu əvəz eləməklə getdim. Deməli, 25 nəyə bərabərdir? Bu ifadə nəyə bərabərdir? Y vurulsun, y çıx 1-ə bərabərdir. Bunu da kvadrata yüksəldəndə nə olur? Y kvadrat vurulsun, y çıxılsın 1-in kvadratı. Gətirib bunu orijinal ifadədə yerinə qoyuram. Yəni, bu ifadədə yerinə qoyuram. Gəlin bunları birləşdirək, çünki yaxşı deyil. Deməli, gətirib bunu orijinal ifadədə 25-i yerinə qoyuram. Alınır nə? Y kvadrat vurulsun, y çıx 1-in kvadratı. Üstə gəlinsin, y üstü 4. Bölünsün, y kvadrat. Və bu ifadə sadələşir. Çünki bu ifadədə y kvadratına tam bölünür, islah olur, ixtisar olur. Y üstü 4, y üstü 2-yə bölünür, y üstü 2 alınır. Deməli, alınır. Y çıx 1-in kvadratı, üstə gəlinsin, y kvadrat. Bu da bərabər nəyə? 2y kvadrat çıxılsın 2y, üstə gəl 1-ə. Biz zaten y kvadrat çıx y 5 olduğunu bilirik. Onda 2y kvadrat çıx 2y bərabər olacaq 10-a. Deməli, axtardığımız cavab 11-dir. İkinci suala keçək. N-in hansı tam qiymətlərində bu ifadənin qiyməti tam ədəd olar? Yenə də bayaqki məsələ ilə eyni tip məsələdir. Gəlin həll edək, heç kimi qaranlıq qalmasın. Yəni, birinci ildə olduğu sualla eynidir. 3n kvadrat çıxılsın 2n kvadrat. Bu səbəb daha sürətli eləyəcəm. Çünki bunun izahını görmək üçün siz bayaqki olimpiadadan neçənci sual idi? Deyəsən, o da ikinci sual idi. Ona nəzər yetirə bilərsiniz. 3n yazıram. Bu 3n kubudur bu arada. Gəlin bunu düzəliş edək. 3n kvadrat çıxılsın 3n kub. 3n kvadratı 3-ə vururam, alınır 9n kvadratı. Aşağıda alınır mənfi 11n kvadrat. Artıq bu hissələr asandır. Ona görə sürətli şəkildə edəcəm. Mənfi 11-ə vururam. Mənfi 11n. Çıxılsın mənfi 11n kvadrat. Üstə gəlinsin. Mənfi 11-i 3-ə vuranda mənfi 33n alınır. Buradan alınır 40n. Çıxılsın 4. Buradan da fikrimcə 40 dənə çıxırıq. Çıx 40. N üstə gəl 120.
Alınır neçə? -124. Deməli, yenə də ifadəni sadələşdirəndə alınacaq bu ifadə, yəni bu ifadəni sadələşdirəndə alınacaq bu ifadə üstə gəlinsin ya da çıxılsın. Çıxılsın, 124 bölünsün n plus 3. N'in hansı tam qiymətində ifadəsi tam olar? Əgər hesab səhv eləmədiksə 124-ün bölənləri şərti ödəyir n plus 3 üçün. Və tam ədədlər soruşduğu üçün 124-ün tam bölənləri nələrdir? 1, 2, 4, 41, 124 və bir də bunun mənfiləri. -1, -2, -4, -41, -124. 10 dənə ədəddir. Hər birindən 3 çıxanda n'in qiymətini tapa bilərik. Bu n plus 3-ün qiymətidir. Çünki 124-ün böləni olmalıdır n plus 3. 124-ün bölənləri bunlardır. 41 yazmışam, əslində 31 demək istəmişəm. Üzrü sayın. Mexaniki səhvlər ola bilər. Bəli. Burada hər bir ədəddən 3 çıxıb n'in qiymətlərini bir-bir tapa bilərsiniz. Belə suallarda soruşulsa ki, neçə həlli var, daha rahat olardı. Amma cavab bu cür tapılır. Bütün x, y həqiqi ədədlərini tapın ki, sistem tənliyi ödənsin. Bu sistem tənliyi mənə nəyi xatırladır? X plus y-nin kubunu. Aşağıdakı ifadəni 3-ə vururam və alt-alta toplasam, aşağıdakı ifadəni 3-ə vurub alt-alta toplasam, siz x plus y-nin kubunu taparsınız. Yəni, bunu yoxlaya bilərsiniz ki, x plus y-nin kubunun açılışı birinci ifadə, üstü gəl ikinci ifadənin 3 qatıdır. Bərabərdir. 341 üstə gəlinsin 3 vur 330, 990-a. Bu da bərabər nəyə? 1331-ə. Deməli, x plus y nəymiş? 11. X plus y 11-dir. İndi mən bu ifadədə x, y vurulsun x plus y bərabərdir 330 yazsam və x plus y-nin 11 olduğunu bilirəmsə, bu o deməkdir ki, x, y bərabərdir 30-a. Gözəl. İndi mən bu sistem tənliyi həll etməliyəm və 2 dənə həll çıxacaq. X, y-nin qiymətini bilirəm, x plus y-nin 11 olduğunu bilirəm. Yenə də tam dəqiqlik olsun deyə diskriminantla da edə bilərik və yaxud da vurğularını ayırma ilə. Gəlin bu ifadənin hər iki tərəfini x-a vuraq. X kvadrat üstə gəl xy bərabərdir 11x. İndi xy-nin yerinə 30 yaza bilərəm. Alınacaq nə? Və 11x'i sola keçirirəm. X kvadrat çıxılsın 11x. Xy də 30-dur. Üstə gəl 30. Bərabərdir 0. Və bu ifadə vurğularına ayrılır. X çıx 5 vur, x çıx 6. Bərabərdir 0. Deməli, x-in 5 qiymətini tapırıq. X 5 olanda y 6 olur. X 6 olanda da y 5 tapa bilərsiniz. Bu da məsələnin həllidir. Keçək 4-cü suala. İspat edin ki, aşağıdakı tənliyin natural ədədlərdə həlli yoxdur. Mən sadəcə sizə bunu tək və cütlüklə də eləmək olar. Yəni, ədədlərin hər ikisi də təkdir və yaxud da cütdür. Və yaxud da mod 8 ilə də eləmək olar. Ən məşhur qayda odur. Yəni, bir ədədin kvadratı mod 8-də 0, 1, 4 qalığı verir. Bu qaydanı bilmək də olar. Əgər bilməsəniz belə, yoxlaya bilərsiniz. Məsələn, 0-dan 7-yə qədər ədədləri yoxlasanız, 0-ın kvadratı 0 verir, 1-in kvadratı 1 verir, 2-in kvadratı 4, 3-ün kvadratı 1, 4-ün kvadratı 0, 5-in kvadratı 25 bölünəndə 8-ə 1 qalıq verir, 6-nın kvadratı 36, 4 verir, 7-nin kvadratı isə 1 verəcək. Baxın, burada cəmi 3 dənə fərqli ədəd var. Ancaq bu ədədlər verilə bilər, bir ədədin kvadratı 8-ə bölünəndə qalıq kimi. İndi x kvadrat 0, 1, 4 olduğu üçün sol tərəf verəcək a kvadrat süzgəl b kvadrat mod 8-də. Sağ tərəf 8-ə bölünəndə 8c gedəcək, 6 qalıq verəcək mod 8-də. Onsuz da biz sağ tərəfdəki bu 8-in əmsalı, c-nin əmsalı 8-dən intuisiya tutaraq hər iki tərəfi 8-ə bölündə alınan qalığa baxırıq. Bu 0, 1, 4-dür. Bu da 0, 1, 4 ola bilər. Amma əgər fikir versəniz, bunu özünüz söz şifahi şəkildə yaza bilərsiniz. Heç bir şəkildə bu iki ədədlərdən, bu ədədlərdən ikisini seçib cəmləyəndə 6 alına bilməz. Bu da mümkün olmadığı üçün bu məsələnin həlli yoxdur.
Keçirik növbəti suala. M-in hansı natural qiymətində 9 üstü m çıxı 161 ədədi hər hansı natural ədədin kvadratı olar? 9 üstü m bərabərdir 3 üstü m üstü 2 kimi yazaq. Çıxılsın 161 bərabərdir x kvadrat. Elə birbaşa yazacağım. 161-i sağa keçirirəm, x kvadratını sola keçirirəm və kvadratların fərqini tətbiq edirəm. 3 üstü m çıxılsın x vurulsun 3 üstü m üstə gəlinsin x bərabərdir 161-ə. 161 nəyəsə bölünürmü? Səhvim yoxsa 7 vur 23-dür. Gözəl. Deməli, 2 ədədin hansı 7 vur 23-dür? Bu ədədin müsbət olduğunu bilirik. Çünki x-i müsbət götürək. Mənfi götürməyimizin bir mənası yoxdur. Onda bu müsbət olacaq. Bu ədəd müsbətdirsə, bu ədəd də müsbətdir ki, onların hasili müsbətdir. Onda iki variant var. Ya 1 161-dir bu iki ədəd. Ya da 7 23-dür. Niyə 23 7-yə baxmıram? Çünki təsəvvür edirəm ki, bu ədəd bundan daha kiçikdir. Başqa variant da yoxdur. 1 161 olsa, bu iki ədədi toplayıram. Bu iki ədədin cəmi nəyə bərabərdir? Birinci halda 2 vurulsun 3 üstü m bərabərdir 162-yə. Deməli, 3 üstü m bərabərdir 81-ə. M bərabərdir 4 tapılır buradan. M 4 halında şərt ödəyir, yoxlaya bilərsiniz. X çünki tapmaq asandır. İkinci variant isə 3 üstü m bu iki ədədi toplayanda 7 ilə 23-ün cəmi 30 alınmalıdır. 2 vurulsun 3 üstü m bərabərdir 30-a. Buradan isə 3 üstü m 15 alınır və bunun da həlli yoxdur. Hansı ədədlərdə? Natural ədədlərdə. Natural ədədlərdə 3 üstü m bərabərdir 15-in həlli olmadığından bu məsələnin yeganə həlli m bərabərdir 4 olduqda ödənir. Natural qiymətlərində deyir, siz bir dənəsinin olduğunu ispat edirsiniz. Keçək digər suala. Şəkilə görə x plus y neçəyə bərabərdir? 9 verib, 6 verib, belə verib, belə verib. Gəlin işarələyək, çünki bizə lazım olacaq ki, oxşarlıq istifadə edək. Bura A, bura B, bura C verək, bura D verək. Məncə bura Y verməmə ehtiyac varmı? Məncə ehtiyac olmayacaqdı. Deməli, verək, çünki 2 dənə oxşarlıq var. Mənim birinci gördüyüm oxşarlıq nədir? Əgər buna alfa desəm, buna alfa desəm, fikir versəniz, burada beta olsun deyək. Bu alfa beta var bu üçbucağın içində. Həmçinin də ABC üçbucağının içində də beta ilə alfa var. Yəni ABD ilə ABC üçbucağının hər ikisində alfa beta olduğu üçün bu üçbucaqlar oxşardır. ABD oxşardır ABC. Oxşarlıqdan nə nəticə çıxır? Alfaların qabaqlarına baxaq. Böyük üçbucaqda alfanın qabağı 9, balaca üçbucaqda alfanın qabağı 6. 9-un 6-ya nisbəti. Beta'nın qabağına baxmayacağam. Mən 3-cü bucağın qabağına baxacağam. Deməli, birinci böyük üçbucaqdan başlamışıq. Böyük üçbucaqda 3-cü bucaq buradır. Bu A tərəfinin qabağı, A bucağının qabağı 6 üstə gəl x plus y-dir. 6 plus x plus y-dir. Gözəl. ABD üçbucağında isə bilinməyən bucağın qabağı 9-dur. Bölünsün 9. Onda buradan nə nəticə çıxır? 81 bərabərdir. Gəlin bunu altdan yazaq. 9-u 9-a vuram 81. Sağ tərəfdə alınır. 36 üstə gəl 6 vurulsun x plus y. 81-dən 36 çıxanda 45. X plus y bərabər olacaq nəyə? 45. 6-nı da sola keçirirəm. 45 bölü 6 bərabərdir x plus y-yə. Və x plus y-əni sadələşdirib 15 böl 2 tapa bilərsiniz. Soruşula bilər. Bəs yaxşı, bu tənbölən nəyə görə verilmişdi? Heç nəyə işlə yaramadı. Tənböləni ona görə veriblər ki, siz x-lə y-nin nə olduğunu tapasınız. Əgər sizdən soruşulsaydı x-lə y nədir, onu tapmaq da mümkündür. Necə? Gəlin göstərim. Deməli, buna da gamma deyirik. Buna da gamma deyirik. Burada alfa plus gamma olur. Fikir versəniz, aha, bu alfa plus gammadır, bu alfa plus gammadır
Yəni BA ilə BY bərabərdir. Bura 6 üstə gəl x-dir, bura 9-dur. Bura 9-dur, bura 6 üstə gəl x-dir və bunlar bərabərdirlər. Yəni BA ilə BY bərabərdir. Çünki oturacaqları bərabərdir. Onda x bərabərdir 3 çıxır. Y-də bunun yerinə qoyub tapa bilərsiniz. 2-də 15 çıxılsın, 2-də 6 edir, 2-də 9. Y-də 2-də 9 olduğunu qalan ədəd taparaq tapa bilərsiniz. Keçirik 7-ci suala. Məşhur klassik suallardan biridir. 4 dənə ardıcı hasili 35-dir. Suallar, bu tip suallarda taktika nədir? Həmişə elə ədədləri bir-birinə vururuq ki, onların, məsəl üçün, x-ın x plus 3-ü və x plus 1-dən x plus 2. Bunları niyə bir-birinə vurub açırıq? Çünki x-la x-ın, elə bu x plus 0-dır. Burada da x plus 3-dür. 3 ilə 0-ın cəmi 3-dür. 1 ilə 2-nin cəmi də 3-dür. Bunları vurmamızın səbəbi odur ki, aslında maraqlı bir şey alınır. X vur x plus 3 alınır. X kvadrat üstə gəl 3x. X plus 1 x plus 2'ye vuranda x kvadrat üstə gəl 3x plus 2 alınır. Bərabərdə 35'e. Yəni bu ardıcıllıqda vurulmalarının yeganə səbəbi odur ki, hər iki ədəddə də x kvadrat üstə gəl 3x alınsın. Bunun alınması üçün də 1 ilə 2-nin cəmi 3 ilə 0-ın cəminə bərabər olmalıdır. Yadda qalsın. Onda bu ifadəyə bir dənə u desəm, u vuru plus 2 bərabərdir 35'e. U kvadrat üstə gəlinsin, u vurulsun 2, 2u bərabərdir 35'e. Hər tərəfə bir dənə plus 1 əlavə edirəm. Alınır burada u plus 1'in kvadratı bərabərdir 36. Buradan o nəticəyə gəlirik ki, u plus 1 6'ya bərabərdir. Birinci halda u plus 1 bərabərdir -6'ya. İkinci halda. Deməli, birindən çıxır u bərabərdir 5. Birindən çıxır u bərabərdir -7. İndi biz bunları geri dönüb x-a bərabərləşdirib yerinə qoyub hədləri tapmalıyıq. U 5 olduğu halda x kvadrat üstə gəl 3x bərabərdir 5 olanda x kvadrat çıxılsın 3x üstə gəl 3x çıxılsın 5 bərabərdir 0. Diskriminantla yenə də həll etmək mümkündür. x1 2 nəyə bərabərdir? Aşağıda 2, yuxarıda -3, plus minus kök altında 9 b-nin kvadratı çıx 4 ac. 4 burada mənfi olduğu üçün üstə gəl 20 olacaq. Deməli burada 29 alınır. Bu birinci tənliyin kökləri. Eyni ilə ikinci tənliyi tapa bilərik. X kvadrat üstə gəl 3x bərabərdir nəyə? -7'yə. Deməli x kvadrat üstə gəl 3x üstə gəl 7 bərabər 0. Amma bu tənliyin həlli olmayacaq. Çünki diskriminant bərabərdir. 9 çıxılsın. 4 vur 7, 28'dir. Bu da 0'dan kiçikdir. Deməli, bu məsələ tənliyin də həlli olmayacaq. Məsələnin 2 dənə həlli var. -3 üstə gəl minus plus kök altı 29 böl 2. Asan bir tənliyi idi. Son sualımıza keçək. Masanın üzərində 20 ədəd stəkan var. 7'si üzü aşağı baxır. Ağzı yuxarı baxır, 13'ü ağzı aşağı baxır. Hər gedişdə, məsəl üçün deyək ki, şəkil çəkək. Burada 7 dənə var. Yəni qrafik olaraq çəkmək çox maraqlıdır ki, rahat canlandıra bildik gözümüzün qabağında. Deyir, hər gedişdə ramal 4 dənə stəkan seçir, fərqi yoxdur. Və onların vəziyyətini tərsinə çevirir. Məsələn, bu stəkanı seçsə və bu stəkanı seçsə, bu stəkan dönüşür tərsinə, bu stəkan dönüşür düzünə. Hər dəfə bunu eləyir. Yəni bir dənə hərəkət gediş, 4 dənə də seçsən, 4 stəkan yerin istiqamətini dəyişsən. 4'ü də ağzı yuxarı ola bilər, 4'ü də ağzı aşağı ola bilər, fərqi yoxdur. Deyir, ən çox 100 dəfə belə gediş eləyərək bütün stəkanları ağzı aşağı eləyə bilərikmi? Yəni 13 dənəsinin ağzı aşağıdır, qalan 7'sini də aşağı eləyə bilərikmi? Əgər biraz sualın üzərində oynasanız, məsələn çalışsanız ki, ancaq üzü yuxarıları aşağı eləyəsiniz, üzü yuxarını aşağı eləyəsiniz, bir nöqtədən sonra görəsiniz ki, hayır, o mümkün deyil. Mümkün olsaydı çox rahatlıqla sürətlə eləyərdiniz. Deməli, cavab nədir? Buradan birinci şübhələnirsiniz ki, cavab yox. Yoxdur. Yəni, mümkün deyil.
edənməz və yaxud da edənməz. Və səbəb olaraq necə izah edəcəyik? İndi mən sizə bir gedişdə nə baş verdiyini izah etməyə çalışacağam. Deyək ki, üzü yuxarı olan 7 dənədir. Deyək ki, 7 dənə stəkandır. X dənəsini seçirik və onların üzü yuxarı edirik. X dənəsinin üzü yuxarı edirik. Qalan 13 stəkandan da neçə dənə qalır əlimizdə? 4x dənə. 4x dənəsinin də üzü nə edirik? Yuxarı edirik. Tamam. Deməli, onda gəlin görək üzü aşağıların sayı necə dəyişəcək. Əgər x dənəsinin üzü yuxarıydısa aşağı çevriləcək, onda üzü aşağıların sayı, üzü yuxarıların sayı azalacaq, olacaq 7 çıxılsın x. Amma biz 4x dənəsində üzü yuxarı elədik. Onda bunun sayı artacaq. Üstə gəlinsin 4 çıxılsın x qədər artmış olacaq. Deməli, bir gedişdə x sayda stəkan üzü aşağı gedəcək. 4x dənə stəkan isə üzü yuxarı gedəcək. Bu da məntiqlidir. Çünki 1x isə digərdə 4x olmalıdır ki, cəmsi 4 dənə stəkan çevrilmiş olsun. İndi bu ədədə fikir verin. Bu ədəd necə dəyişdi? Deməli, 7 çıxılsın 7 üstü gəl 4 çıxılsın 2x qədər dəyişdi bu ədəd. Düzdür? Bax, bu ədədə fikir verin. Nə baş verir? Siz burada 7-dən 13-dən istifadə eləmədiniz. Bu ədəd, məsələn, verilən şərtinə görə həmişə doğrudur. Yəni, istənilən gedişdə bir stəkanın sayı 4 çıxılsın 2x qədər dəyişəcək. Yəni, məsələn, 7 dənə stəkan idi, 4 çıx 2x dənə dəyişir. Məsələn, x0 olsa 11-ə qalxacaq, x1 olsa 9-a qalxacaq, x2 olsa heç dəyişməyəcək. Elə hamısı bundan dəyişmiş olacaq. Deməli, burada nə baş verdi? Mənim 7 dənə üzü aşağı stəkanım, üzü yuxarı stəkanım 4 çıx 2x qədər dəyişdi. Və necə bir ədəd alındı ona baxmalısınız. Fikir verin, bu bir invariant sualıdır. İnvariant. Burada invariant olan nədir? Burada invariant olan odur ki, üzü yuxarı olan stəkanların sayı tək sayıdır. Hər gedişdə tək stəkanların sayı cüt qədər dəyişə bilir. Bu ədəd cüt ədəddir. Və alınan yeni stəkanların sayı nə olacaq? Tək ədəd. Hər dəfə, yəni bu tək ədəd alındı. Sonra bir də tətbiq edirik. Məsələn, tək ədəd idi. Bir giriş elədim, yenə tək ədəd alındı. Yenə tək ədəd alındı. Niyə? Çünki tək ədədlə cüt ədədin cəmi və yaxud da fərqi yenə tək ədəddir. Bu belə gedir. Biz buradan nə tapırıq? İnvariant olan şey nədir? Üzü yuxarı olan stəkanların sayının tək və ya cüt olması. Və bu həmişə təkdir. Bəs bizə nə lazımdır? Üzü yuxarı olanların sayı nə olsun? Bizdən soruşur ki, bütün stəkanları ağzı aşağı eləyə bilərmi? Hamısı ağzı aşağı nə deməkdir? Üzü yuxarıların sayı 0 olsun. Bəs bu ifadə bu gedişlərdən sonra bir nöqtədən sonra 0-a çata bilərikmi? Cavab xeyr. Çünki 0 cütdür. 0 cüt olduğu üçün və üzü yuxarı stəkanların sayı hər zaman tək olduğu üçün, yəni invariant olduğu üçün biz deyirik ki, nə qədər gediş edirik eləyik, heç 100 yox, 1 trilyon da olsa, bu məsələ heç vaxt gəlib 0-a çata bilməz. Çünki tək ədədin üstünə cüt ədəd gələndə və ya cüt ədəd çıxanda tək ədəd kimi qalacaq. Və biz bu prosesi nə qədər eləyək, 0-a çata bilməyəcəyik. Bu da məsələnin həlli. Ümumi olaraq bütün suallara baxanda nədən danışa bilərik? Normalda ilk 6 sual, ilk 6 hətta 7 sual çox asanlıqla edilə bilən suallardır. Yəni gördüyünüz kimi heç bir çox çətin bir taktika istifadə olunmadı. Bunlar yarı final və yaxud da finala hazırlaşan uşaqlar üçün RUFO-da çox sadə həll oluna biləcək suallardır. Sizin vaxtınızı ən çox alacaq 8-ci sual, amma yəni ilk 6 sual eləyə bilirsinizsə, sadə biliklərlə bu sizin finala keçmənizə, vəsiqə qazanmanıza, yəni seçilmənizə kömək olacaq. Ona görə də tövsiyəm odur ki, ilk 6 sualı səhvsiz, 6-7 sualı səhvsiz eləməyə çalışasınız. Onsuz da 3 saat vaxt çox dərdinin artıq. 8-ci suala isə mümkün qədər çox vaxt ayırasınız. Amma yəni boş qoymayasınız. Sadəcə müəyyən qədər yaza bilərsiniz. Ola bilsin ki, siz bunu görməyəsiniz. Bunları görməyəsiniz. Sadəcə cızma qaralar eləyin. Müəyyən bir
nəticələrə çıxma çalışın. Alınmasa da problem deyil. Bu həmçinin eyni məntiqlə birinci imtahan, yəni 2022-ci ildəki imtahanla da eyni gücdədir. Yəni 2022-də də bəlkə 6 ilə 7 biraz çətindir, amma asan sayıla da bilər. Amma 8-ci sual çox çətin olduğu üçün nisbətən çox vaxtınızı aparacaq. Mümkün qədər buradan 10 bal almaqdansa, buradan 70 bal tam almağa çalışmaq daha məntiqlidir. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Ümid edirəm bu video tez başa gəlib qarşınıza çıxar və imtahana getməsindən qabaq heç olmasa izləmə şansınız olar. Uğurlar diləyirəm. Bəlkə gələcək videolarda görüşərik. Sağ olun.